Bilirsiniz, tarih çok önemli bir şeydir, konudur. Çünkü bütün düşünceler, bütün millətlər, bütün qruplar özünü bugün modern dünyada haqlı görmək üçün məcburən tarixə bir göndərmədə bulunur. Deyər ki, mən indi də təzə oluşmuş bir şey deyiləm, mən tarixdə də vardım və təbii ki, mənim qədim tarixim belə idi. Biz Türklər də tarixi açıdan baxdığımız zaman əslində 17-ci yüzyılın sonuna qədər dünyanı yöneten biz Türkler olmuşuq. Ve bu tarihin derinliklerinden başlar, 17-ci yüzyılın sonuna kadar devam eder. Elbette İran örneğinde, yani İran platosunda bu bir 100 yıl daha uzanır. Yani Nadir Şah'ın ölüm tarihine kadar, 747'ye kadar devam edilir ve ondan sonra ne yazık ki biz Türklerin dünyada siyasi ve başka alanlarda kültürel hakimiyetimiz zayıflamaya doğru gider. Elbette bunun birçok sebepleri vardır. 17. yüzyılın sonuna kadar dünyanın mehveri, yörüngesi İpek yolu ticareti yolu üzerinde kuruluydu. Ve hansı devletler, hansı milletler ki bu yola hakim idiler, onlar aslında dünyanın siyasetini ve ticaretini yönetirdiler. Ve tabii ki o tarihlere kadar biz Türkler bölgedeki gayri-Türk rəqiblərin hamısını ortadan çıxarmışıq ve en sonunda birisi Türkler özleri birbiriyle rəqabətə girişmişler. Bir taraftan Teymurlular, bir taraftan diyelim Səfəvilər, bir taraftan Osmanlılar, Mısır'da Məmlüklülər, Hindistan'da diyelim Babürlülər ve başkalar veya diyelim 11. yüzyıla veya 10. yüzyıla qayıdarsaq, bir tərəfdə Səlcuqlular var, Qəznəlilər var, o bir tərəfdə Qaraxanlılar vardır və öz aramızda bir rəqabət gedir. Amma Osmanlı İmparatorluğu bilirsiniz ki, Viyanayı dəfələrcə təhdid etdi. Viyanayı təhdid edincə Avropalılar artıq bu İpek yoluna girə bilmədilər. Girə bilməyincə bir alternatif yol düşündülər. Neydi bu? İkinci önemli alternatif bir yol, baharat yolu deyirlər. Yani Hindistan'dan gelen ticaret yolu ki ona da ulaşmak için Afrika'nın güneyinden deniz yoluyla geçip ve oraya gelip çatacaklar. Ki buna Avrupalılar o dönemde Ümit Boğazı değiller. Gerçekten de umutlarını buraya bağlamışlar. Ona göre de adını Umut Boğazı değiller. Ve bu Ümit Boğazı'ndan dolanıp Hindistan'a geçme hevesiyle ortaya çıkan işte gemilerden birisi de Kristof Kolombus'un gemisiydi. Ama Kristof Kolombus aslında gemisi yolu itirdi ve gittiler bir önemli qarra veya qita olan Amerika'yı keşfettiler. Amerika'nı. Ve Amerika'nı keşfedince tabii ki oradaki zenginlik, aşırı yerden göyden zenginlik yağır. Bunları ciddi bir biçimde güçlendirdi. Ve güçlendirince artık dünyanın siyaset ve ticaret mehveri ve yörüngesi İpek yolundan açık sulara veya okyanuslara, denizlere dönüştü. Ve bu tarihten sonra elbette ki Avrupalılar bir şeyi unutmayacaklar. O da nedir? Miniller boyunca Türkler dünyanı yönetmiş. Artık biz bunlara yine bir meydan verirsek, yeni de tekrar rahatlıkla, çünkü tarihlerinde ve geçmişlerinde de bu istedat vardır. Tekrar hakimiyete gelir ve yine dünyanı yönetirler. O yüzden bunları küçük küçük parçalara ayırmamız lazım ve hatta bazı yerlerde Türk adını silmemiz lazım. Çünkü Türk adı ciddi bir güç bəxş eləyir bu devletlere, bu millete ve tabii ki tarihlerini de öz istediğimiz biçimde şekillendirmemiz lazım ve onların eskiden hakim olduğu bölgelerde Türk olmayan artık siyasi teşkilatlar ve devletler kurmamız lazım. O devletler de bizim kontrolümüzde olacak. Ve bu bağlamda biz görürük ki qədim eski Türk dünyası aslında bugünkü Hindistan'ın bütününe şamil idi. Avrupa'nın işlerine kadar girmişti.
Afrika'nın kuzey ve şimal taraflarını yönetirdi ve tabii ki o taraftan Çin'in içlerine kadar da geçmişti. Japon'un dibine kadar da dayanmıştı. Ama bu İpek yolunun işte ehemmiyetini yitirmesinden sonra bu bizim bu Türk dünyası ki bu kadar geniş idi ve tabii ki bunun ortasında da İran da vardı. Dört bir taraftan işte sıkıştırılmaya başladı. Bilirsiniz Osmanlı'nın elinden o geniş araziler alındı. Ondan Hindistan'da Babürlü devleti var. Yani Teymur'un neslinden gelen devletler. O devletler tamamen oradan sildiler. Ve hakeza geldi özellikle iki bölgede hem Afganistan ve hem İran'da da hakimiyeti Türklerin elinden aldılar ve yeni özlerinin hazırladığı devletlere verdiler. Örneğin mesela İran'da Pehlevi rejimini kurdular. Ve tabii ki bu kuruluşda aslında İran'da ve Afganistan'da çok sayıda Türk'ü asimile ettiler. Ama buna rağmen hem İran'da hem Afganistan'da Türklerin cemiyeti o kadar çok ki bunu tamamıyla asimile edebilmediler. Yani bugün böyle siz İran'da ve Afganistan'da Türk cemiyetinin sayısını verecek olursanız her iki ülkede yaklaşık %60, en az %60 nüfusun Türk olduğunu görürüz. Ki bu neyi gösterir? Demek ki Türkler tarih boyu bu iki coğrafyada çok ciddi bir cemiyete ve aynı zamanda siyasi bir hakimiyete sahip olmuşlar ki bu kadar 100-150 ildir her yerden baskılar uygulanır. Hele Türklük bu iki ülkede yok edilebilir. Tabii ki o bir taraftan Ruslar kuzeyden geldiler ve Türk dünyasını sıkıştırdılar ve tamamen ele geçirdiler. Ve 19. yüzyılın ortalarından itibaren Kazan'da İlminsk adında bir keşiş ki aslında Çar rejimine yani Tezar rejimine bir raporlar yazırdı, istihbaratı raporlar yazırdı. Gördü ki Kazan bölgesi Türkleri ciddi bir biçimde Türkistan'da faaliyet gösterirdi ve tekrar o Türklerin arasında eskisinden de daha belki tehlikeli olan bir birlik yaranmak üzeredir. Bunun için bir rapor hazırladı Rus rejimine ki biz eğer Türkleri küçük küçük parçalara ve milletlere ayırmazsak ve bunları bir de masum bir görüntü etrafında savattırlandıracağıq diye, yani okur yazaq qılacağıq diye hərənin məhəlli, yerel diline edebi dil eləməzsək, bizim gələcəkdəki işimiz yaxşı olmayacaq. Ve bu doğrultuda bunun raporu kabul gördü ve bir heyetle birlikte hareket ederek ilk defa Türkistan'ın önemli ellerinden biri olan Kazak elimiz var. Doğru. Kazak elinin adını bu defa millet ve aynı zamanda dil mənasında işlettiler. O tarihten önce bütün o yerli mənbələr özünü Türk deyir. Kazak şahseven kimi bir şeydir. Yani şahseven tayfası eli vardır. Ama şahsevenler Türkler. Kazak da bir Türk eliydi. Ve ilk defa bu yarattıkları dilin gramerini hazırladılar. Sonra bunu Kırgız eli içinde bunu hazırladılar. Aynı ekip ve daha sonra bunu Türkmen eli için, yani Türkmenistan'da bizim İran'ın Türkmen Sahra bölgesinde yaşayan Türkler için elimiz içinde hazırladılar. Bakın siz bazıları için çok teəccüb gelir ki siz eğer Məxtumqulu Fərağinin o bölgeden bir şairdir de önemli şairimizdir. Eserlerine baksanız ve yahut onun atası Dövlət Muhammed Azade'nin eserlerine bakarsanız bunlar heç bir yerde öz dillerinin adını Türkmence demirler. Milletlerinin de adını, etniklerinin de adını Türkmen demirler. Türkmen bir eldir orada sadece. Tam tersine öz dillerine Türk dili değiller, milletlerinin de adını Türk milleti olarak değiller. Ama görür ki Ruslar bak o şeyi kaldırdılar ve orada bir mahalli dile edebileştirerek yavaş yavaş Türk tarihinden kopuk yeni kimlikler yarattılar. Tabi bunu o dönemde Kazan bölgesinde Başkurt eli vardır. Başkurt eli içinde aynı şeyi
hazırladılar və Başqurtların danışıq dilini ədəbi dil haline gətirdilər. Bunu deyim, mesela siz bugün yanlış olarak Tatar adlandırılan Türk, o Tatar adı da doğru bir adlandırma değil. Ruslar o adı verdi onlara. Eğer o Türk yerli şəhərli Türklərlə Başqurtları bir araya koyup şeyləsəniz, elə bil ki, mesela bir şəhərli bir Təbrizli və Ərdəbilli Türklə göçebe şahsevəni bir araya getirirsiniz. Yani o aralarındaki fark bu kadardır. Ama Rusların işine gelmir diye bunların her birisini kiçik millətlər olarak biçimləndirdi. Tabii o tarihlerde Qafqaz bölgesi içinde bir planları var idi. Qafqaz bölgesi içinde Mirzə Fətəli Axundzadəni ve onun ekibini vəzifələndirdilər, görevləndirdilər ve orada məhəlli bir dilden ədəbi dil yarattılar ve Ruslar buna sonuna kadar destek verdiler. Şimdi bu Axundzadə o kadar mühim bir figur ki, Axundzadə, bunu size söyleyeyim ki, aslında modern dönemde Fars milliyetçiliğinin kurucu şəxsiyyətlərindən birisidir. Yani bu adamı bıraksalar adam Farsça yazmak istiyor. Ama Rusların işine gelmir diye bir taraftan da Türkiye'deki edebi dilin oraya yayılmasını engellesinler diye bunu mecburen o mahalli dille yazdırırlar. Ve Hindistan'dan indi geldiğimiz zaman İngilizler ve başka batılı güçler ki Hindistan'ı ele geçirirler. Orada Gujarat eyaletinde özlerine çalışan yerli halk vardır. Gujarati diye bir halk. Onların üzerine yavaş yavaş planlarını kurdular. Ve bunların az bir kesimi Zerdüşti olarak yetiştirdiler. Aslında bunlar Zerdüşti değildi. Ve adlarını da değiştirdiler. Adlarını koydular Hind Parsileri. Sonra bu Hind Zerdüştilerini o kadar güçlendirdiler ki bugün dünyada Yahudilerden sonra en çok zengin kesim aslında bunların içindedir. Bugün Hindistan'da bunların cemiyeti 100 bindir, 100 bin civarında. Ama bu 100 bin nükleer çalışmalar da onların kontrolündadır. Bollywood da onların kontrolündadır. Mesela Tata, Godrej gibi büyük ağır sanayi şirketler de onların kontrolündadır. Ve yine 19. yüzyılın ortalarında ilk casuslarını İran'a gönderdiler. Qacar döneminde. Adı Hateriya. Hateriya geldi ve İran'da bugünkü düşündüğünüz 2500 yıllık Fars-İran uygarlığı, ondan sonra Zerdüştçülük, ne bileyim Firdevsini göylere kaldırmak ve tabii ki o bölgedeki bütün tarihin sadece Farslar adına yazılmasının temellerini attı. Hatta işin ilginç tarafı Hateriya'nın en önemli çalışmalarından birisi o dönemde farklı eşiretlerle irtibat kurur, Kurman, Sorani yani bugün Kürt dediğimiz ve onlara yavaş yavaş Kürt kimliğini aşılamaya çalışır. Bu doğrultuda da deyir ki işte bir Dineveri adında bir tarihçi var elbette Dineveri adında bir tarihçi vardı, doğrudur. Ve onun bir kitabı varmış, güya Ensabul Ekrat, yani Kürtlerin nesepleri. Ve tabii ki Dineveri'nin böyle bir kitabı yoktur, onu diyeyim. Ama modern bugünkü Kürt kimliği, siyasi Kürt kimliği bugün dünyada özellikle Batı'da da orada ciddi bir biçimde destek bulur. Temelinde bu uydurulmuş bilgiyadır. Ki bunu niye açıklayıram? Çünkü birazdan Sefevilerin kökeni meselesinde bu Kürt kavramıyla da ister istemez yüz yüze gelmiş olacak. Bütün bunları göz önünde tutarak özellikle Batılılar geldiler bu 17. yüzyılda bir aydınlanma ve Rönesans dönemi yaşanır Avrupa'da. Avrupalılar kiliseden bezmiştiler bu mütefekkirler. Ve gelip bunun qabağında kiliseni de Sami ırkının bir məhsulu görürdüler. Buna bir alternatif fikir geliştirmeye başladılar. Ki bunun adını Aryanizm koydular. Aryanizm bizim için çok tanıdık bir şeydir. Bilirsiniz İran'da Pəhləvi döneminde ve indi de İran şəhərlərin gece gündüz propaganda ettiği bir fikir veya düşüncedir. Elbette Aryanizm düşüncesi bunlar ilginçtir. Bu metinlerin hiçbirisini okumamıştılar. Ne Zerdüştü metinleri, ne Avestanı, ne diyelim eski Hindistan'daki Vedaları, Bahagava Gitaları ve başkalarını okumamıştılar. Ama özlerine göre bir tane şeyi nece diyerler uydurmuştular.
Arianizm sanki çox modern, son dərəcə fəlsəfi və yaxşılıqlarla dolu bir düşüncəymiş. Və bu doğrultuda da şeydir, bir Zərdüşt sevərlik, tabii Firdevsi sevərlik, 2500 illik İran uygarlığı anlayışı, nə bilim, Götə məsələ deyər ki, nə bilim, Hafiz belədir. Bunların hamısının siyasi səbəbləri var. İnanc Götə heç, Hafiz heç doğru dürüst oxumayıb. Və bu doğrultuda özellikle daha sonra bir Fransız Aryanisti, adı şeydir, Duperron. İlk dəfə gəldi, neynədi? Avesta mətnini və eyni zamanda Hind mətnlərini tərcümə elədi. Tərcümə eləyincə ortalıq qarışdı. Çünki tərcümələrdən ortaya çıxdı ki, bu mətnlər əslində modern insanın qəbul eləyə biləcəyi mətnlər deyil. Çünki örneğin mesela Zərdüşti mətnlərində siz yaxşı davranış anlamında, yəni rəftarınlik anlamında irəli sürülən düşüncənin ən təməl özelliklərindən birisi budur ki, sən öz soyunu və ırkını xalis tutmalısan, öz tutmalısan. Bunun için öz ananla, bacınla veya ne bileyim kızınla evlənməlisən. Bunu da modern insana qəbul etdirmək olmaz. Zaten belə bir şey olsa xəstəliklərdən insanoğlu yox olub gedər, bilirsiniz. Və hakeza baxdılar, gördülər bunlarda çox yine modern insanın qəbul edəməyəcəyi, çox üzr istəyirəm, inəyin idrarının çeşitləri ilə fərqli usullar, hətta onları içmələr və nə bununla yuyunmalar şəklində şeylər var. Və təbii bunu yazdıktan sonra ortalıq qarışdı. Bunu suçlandırdılar ki, sən bizim Aryan mətnlərini təhrif elədin. Bunun hesabını verəcəksən. Amma özellikle ona bugünkü necə deyirəm, Voltaire çox ciddi bir biçimdə təpki verdi. Sən necə Zərdüştü belə aşağılarsan, Zərdüşt belə bir şey ola bilməz. Sən bizə niyə? Sonra William Jones var, İngiliz. Bu əslində Hind-Avropa dil teorisinin qurucusudur William Jones. O buna sərt cavablar verdi. Bunu aşağıladı. Hətta sən madəm belə deyirsən, sən özün getkindən nə bilim deyir, o təsəvvüründə uydurduğun inəyin idrarını iç, bəlkə ağlın başına gələr. Və böylece, ama aradan 15 yıl geçti. Bu Avropalıların birçoğu gelip bu metinlere gerçekten temas kurdular. Gördüler ki, doğruymuş bunlar. Biz yanılmışız ama yanılmalarına rağmen Orta Doğu'da bu kimliği, yani Zerdüştülük üzerinden, Aryancılık üzerinden bu kimliği siyasi platformda çok ciddi bir biçimde devam ettirdiler ki, bunun neticelerinden birisi İran'da Pəhləvi sülaləsinin başa gəlməsidir ki, Rıza Şahın özünün başa geçmesinin baş doğrusu yani Erdeşir Reporter adında yine Hindistanlı bir Zerdüştüdür. Ki bunun oğlu da Şapur Cey şeyde Hint dilinde yani ağa, sərvərd mənasındadır. Türkiye'de efendi değiller o mənada. Müsəddiqin devrilmesinde de Şapur Cey'in çok önemli rol oldu. Tabii ki işte bu önemli meselelerin birisi de Orta Doğu meselesinde Türklere meydan qalmasın diye bizim tarixi mirasımızı fərqli bir biçimdə bir təqdimatı başlandı. Hem Osmanlı'nın, hem diyelim Babürlü'nün Hindistan'da ve hem tabii ki Səfəvilərin. Yani bütün tarixi materyallar herkesin elinde birer bir, necə deyərlər, bir bahanədir. Herkes istediği şekilde onu propaganda eder ve millete de inandırar. Sonra diyor ki, kardeşim siz aslında gerçek Səfəvi olmaq istəyirsiniz. Gerçek Səfəvilər mesela beyləymiş. Ve siz bilirsiniz ki, özləyin mesela İran'da Səfəvilərin təqdimatı ilə ilgili bir-biriyle aşağı yukarı örtüşen ama siyasi bir şey vardır. Bir eğilim vardır, temayül vardır. Yani yeri gələndə Səfəviləri sahiblənərlər, deyərlər ki, o bizimdir. Yeri gələndə Səfəviləri bir kənara itər. Yəni bu rastlaşdıkları o camiyə, o şeyə görə bunu qərar verərlər. Amma təbii ki, Səfəvi mətnləri özü və Səfəvi dünyası və yaxud Osmanlı dünyası və yaxud Babürlü dünyası mətnlərə baxdığımızda bizə fərqli bir şey söyləyir.
Ki o nedir? Onu bugün tartışmağa çalışacağıq. Və Səfəvi kimi bu, mən bayaq dedim ki, Türklərin 17-ci yüzyılın sonuna qədər bir dünya hakimiyyəti qurmuşdular ki, mən buna tarixi və yaxud tarixsel Türk globalizmi deyirəm. Bunu gəlib ən son həlqəsini 3 devlət oluşturur. Birincisi İstanbul mərkəzli Osmanlı İmparatorluğu, ikincisi ilk Təbriz, daha sonra Qəzvin və ən sonunda da İsfahan mərkəzli Səfəvi devləti, Türk Səfəvi devləti və təbii ki Agra mərkəzli, yəni Hindistandakı Babürlülər ki, ona Hindistan Teymurluları və ya Gürkaniləri də deyirlər, bilirsiniz. Və Babürlülər üçün də fərqli bir uydurmağa başladılar Avropalılar. Siz bugün Avropa tarixçiliyinə baxsanız, Babürlüləri öz adı ilə adlandırmazlar. Babürlülər özlərinə Türk deyərlər, amma bunlar onlara Muğal deyərlər. Moğol deyilən Muğal. Sonra da deyərsən ki, niyə Muğal dediniz? O Moğolla qarışmır. Çünki bilirlər, bunların soyu Çəngizxanda gəlmir. Amma Türk deməkdənsə Muğal deyir ki, aman Türk adı önə çıxmasın. Çünki siz düşünün, Tac Mahal kimi böyük bir memari əsərin oluşturan bir mədəniyyət, bir devlət, onların dünyasında Türklərə verilməməsi gərəkir. Türklər gərək vəhşi görünsünlər, Türklər mədəniyyət qura bilməz ki, Tac Mahal bilirsiniz, dünyada 12 şahəsərdən birisidir memaridə. Və Səfəvidə də hakeza belə bir düşüncə ortaya attılar. Nedir bu? Dedilər ki, əslində Səfəvilər Sasani ruhunun 9 əsr və yaxud 8 əsr yarım sonra özünü toparlayıb və o Sasani modelini təkrar qurulmasıdır. Yəni tamamən bir Fars-İrani bir kimliyinin, necə deyərlər, bir tarixi özünü göstərmə şəklidir. Və bu məsələdə neçə şəxsiyyət Avropada önə çıxdılar. Məsələn, Edvard Braun vardır. Edvard Braun ki, İran ədəbiyyatı tarixini yazıbdır, bilirsiniz. Əlbəttə, bu ədəbiyyatın adının da İran adlandırılması da bir müşküldür. Çünki ədəbiyyatın adı coğrafiyanın olmaz. Ədəbiyyatın adı millətin adı ilə olar. Türk ədəbiyyatı olar. Məsələn, siz gəlib, deyəlim, Yunus Əmrəni gəlib desəniz Anadolu ədəbiyyatı, bu doğru deyil. Və yaxud Türkiyə ədəbiyyatı, çünki o zamanda Türkiyə yoxdur. Və yaxud Nəsimini gəlib deyəsiniz, nə bilim, Azərbaycan ədəbiyyatı. Azərbaycan coğrafiya adıdır, millətin adı deyil ki, gəlib Azərbaycan ədəbiyyatını adlandırasınız. Türk ədəbiyyatıdır bunların hamısı. Və amma bu İranda bir Fars kimliyinə alan hazırlasınlar deyə, təbii ki, bunu İran ədəbiyyatı tarixi adı altında hazırlayır. Watson adında birisindən təsirlənir Edvard Braun öz yazdıqlarına görə və deyir ki, İranlılar ən sonunda 9 əsr sonra öz arzularına çatdılar və Şah Abbas zamanında tam da istədikləri Sasani İmparatorluğunun coğrafiyasını təkrar qurdular. Ona görə Səfəvilərdən öncəki devlətlər ya türkdür, ya ərəbdir. Əlbəttə Səfəvilər özü də türkdür, amma bunu da demək istəmir. İstəmir, çünki əllərinə bir bəhanə geçməli ki, Osmanlı rəqibin qarşısında bunu eləsinlər, gücləndirsinlər və türkləri bir-birinə vursunlar. Və yenə Edvard Braun əsərlərində bayaq mənim sözünü etdiyim Aryan məfhumunu işlədir. Deyir ki, bu yeni qurulmuş imparatorluq Səfəvi əslində Aryan ruhunun təkrar dirçəlişidir. Və biz bunu deyir, əl üstündə tutmamız lazım. Ondan sonra özəlliklə bu incələmələrində Edvard Braun görür ki, Fars dilli ədəbiyyat açısından Səfəvi dönəmi o qədər də təxmin etdikləri kimi ciddi şəxsiyyətlər ortaya qoymamışdır. Və
bu istər-istəməz öz teorisini də eləyir də, bu necə deyirlər, rədd eləyir. Və bu gəlir bu Qəzvini adında bir şəxsiyyətə deyir ki, sən o dönəmdəki ədəbiyyatı bir araşdır və təbii ki, Qəzvini də bu barədə bir çalışma yapır. Amma yenə də təbii ki, istədikləri bu tablo ortaya çıxmır. Çünki Səfəvi dönəmində onların istədiyi tərzdə bir fars dilli ədəbiyyat və bunun səbəbini də bağlı. Səfəvilər nə bilim dini, məzhəbi siyasətlərindən dolayı irfana qarşı olduqları üçün qoymayıblar nə bilim bu ədəbiyyat gəlişsin. Əlbəttə bu doğru deyil. Səfəvilər sadəcə bir dini siyasət yoxdur. Səfəvilərin özünün mətnlərində də irfan var. Örneğin Şah İsmail'in divanında irfan, dalga irfan vardır. Sonra Walter Hintz diye birisi var. Walter Hintz çok önemli. Bu da tabii ki düşüncelerini Edward Brown'un düşünceleri esasında kurulur ve bir tane kitap yazır ki bu İran'da bu Teşkil-i Devlet-i Milli der İran. Yani İran'da milli devletin kuruluşu adında bir kitap yazır ve Farsça'da tercüme olur. O özellikle deyir ki Brown'u okuduğum zaman gördüm ki Brown rahatsızdı ki niye Səfəvilərin doğru dürüst bir tarixi yoxdur. Mən də deyir bu tamamlamaq için bir Səfəvi tarixi yazdım ki bu kitaptır. Ama bu kitap çok gülünç bir biçimde Səfəvilərin əcdadı ile ilgili biraz ne bileyim kısa bilgiler var. Daha çok av koyunlarla ilgilidir. Yani kitabın içinde başka şey adlandırılır ama kitabın cildinde bambaşka bir şey propaganda edilir. Ve onun da görüşüne göre bəli 9 əsr sonra İran ruhu tekrar Səfəvilər kisvəsində dünyaya qayıtdı. Unutmayaq ki bu kitap 1936. ildə yazılıbdır. O dönemde Almanya'da nazizm fikri tam zirvedədir. Ve tabii ki nazizm fikri ile Aryan fikrinin bir şöbəsidir. Ve tamamen o siyasi atmosfere uygun olarak bilirsiniz o dönemde Pəhləvilərlə de bu Hitler'in falanın bir irtibatı söz konusuydu. Tabii ki Səfəvilərin bu tərzdə bir təqdimi Alman devletini de istəyirdi. Yani nazizm harekatının da bir istəyirdi. Sonra Roger Savory vardır, İngiliz. Bu da aynı düşünceleri tekrarlayır. Hiçbir şey ortaya koymur. Birbiriyle sadece bu konuda ne bileyim tartışır. Biri deyir 9 əsr sonra, biri deyir hayır 8 əsr yarım sonra. Ama işin ilginç tərəf. İndi gələk biz öz mətnlərinə baxaq, Səfəvilərin. Bunlar iddia edirlər ki, Səfəvilər Sasani ruhunun devamıdırlar. Hatta siz internette görsəniz, mesela Sasani hələ bir tərəfə tutun, Darius Şəxamənşi ilə Şah İsmail'in nə bilim şəklini çəkiblər. Çaldıran Savaşı'nda görə Şah İsmail yenilibdir. Sonra Kuroş gəlir bununla, Kiros yəni, qucaqlayır, oğlum qəm etmə, sən yenə də qalib gələcəksən. Belə bir şeyləri propaganda edirlər. Amma əslində Səfəvi dünyası Şəxamənşilərdən heç zərrə qədər xəbəri yoxdur. Sasaniləri bilirlər. Sasanlı bilirlər tarixi varlığını. Amma Sasaniləri necə bilirlər? Sasaniləri düşmən olaraq bilirlər Səfəvilər. Və Sasanilərin devamı olduğunu iddia eden bir takım məhəlli dövlətçiklər vardır. Mesela Şirvanşahlar var Qafqazda. Bugün Azərbaycan Cumhuriyeti. Şirvanşahların kökəni əslində şeyə qayıdır. Şeybani, Yəmən ərəb qəbiləsinə dayanır. Amma gəlib orada zamanla olublar da, necə deyirlər? Artıq o Sasani kimliğinin savunmacılığını yapıblar. Mesela Əbdi bəy Şirazi vardır. Təkmilətül Əxbar adında bir əsərində Səfəvi dönemində belə deyir. İlk öncə farsçasını oxuyacağım, sonra tərcümə eləyəcəm. Qaziyan-ı Heydəri Şəmşir bər Yəzidiyan-ı Sasani təbar-ı Şirvanşah nəhadın. Yəni Heydəri qaziləri Sasani Yezidlərinin Sasani Yezid mənşəli Şirvanşahlara tərəf qılınc çəkdilər. Görürsünüz, yəni açıq bir biçimdə Səfəvi mətni Səfəvilərin düşmənlərini Sasani təbar adlandırır, Sasani mənşəli adlandırır. Hələ bu ayrı bir tərəfində bunu deyim. Əlbəttə Sasanilərin özünün də bir başqa bir
tarixte bir yeri ve rolü var. Onu inşallah başka bir günde ben size anlatarım. Yani bugün modern İran'da ve Avrupa'da bize tanıtılan Sasani de doğru Sasani değil. Sasanilerin bir de bir Türk yüzü var ki onu inşallah başka bir zamanda anlatarım. Ama ister Türk yüzü olsun, ister her hansı bir yüz olsun, Səfəvilər əsla şeyi qəbul etmirlər. Sasanilərin devamı olduğunu. Hətta Sasanilərin devamı olan kəsimə əcəm deyirlər və əcəm bilirsiniz, yəni danışıqda şeydir, rahat danışa bilməyən, ondan sonra kəkəmə olan və eyni zamanda tənbəl olan. Mesela Türkiyədə acəmi deyirlər. Bir kişi bir işdə o qədər yaxşı becerə bilməsə, ona deyir acəmi adamdır. Və şeydir. Bu barədə gəlirlər bir də Avropalılar. Deyirlər ki, nə bilim, şeydir, Sasani mətinlərində İrani terimlər vardır, işlənir. Ona görə şeydir, əslində bu Səfəvi dövləti yenə də bir Sasani ruhunun bir devamıdır. Amma bunu demirlər ki, əslində mənbələrin çoxunluğunda, örneğin Şah İsmail tanıtıldığı zaman Şah İsmail'a xitab şəkli Xaqandır. Xaqan da bilirsiniz, Türklərin şahlarına veya hökümdarlarına taxtığı addır. Mesela Cahangüşah Xaqan var, bir kitap vardır orada. Şah İsmail'i da Xaqan ismiyle tanıdır. Və bir də gəlib deyirlər ki, Zillullah məsələsi vardı bunlarda. Amma Zillullah məsələsini də gəlib mesela Fərri İzzədi ilə bağlayırlar Sasani zamanında. Amma heç bir ilgisi yoxdur. Yenə də bunu mən daha sonra açıqlayacağım. Sasani məsələsində Fərri İzzədini mən açıqladığımda görəcəksiniz, Fərri İzzədinin heç İran məsələsiyle heç yaxından uzaqdan ilgisi yoxdur. Tam tersinə daha çox Türklərin Kut anlayışından bir kopyadır Sasani zamanında. Sonra Mürşid-i Kamil deyil, yəni Kamil Mürşid olarak təqdim olunur. Örneğin Səfəvi şahları ki, bu da Qızılbaşların ona taxtığı şeydir. Özlərinin böyüyü və necə deyirlər, şahı olarak görürlər. Biraz əslində şahsevən adı da oradan gəlir. Şahsevənlik əslində bugün bir tayfa birliği adına, el birliği adına gəlmədən öncə Səfəvi şahları ne zaman sıkıntıya girərlər, şahsevənlik elan ederlər. Ve Anadolu'dan görərsən, nə bilim, atlılar falan hazırlandı, getdilər onların köməyinə. Mesela Anadolu'da görürsün, mesela bir Ozan belə deyir, açılın qapılar, şaha gedəlim. Yani burada şahsevənliyin əslində bir elanıdır. Sonra gəlib deyirlər ki, mesela Səfəvi mətnlərində Sipahsalar mətni keçirdi. Sipahsalar mətni, bəli, ilk dəfə bir erməni qulam için işlədilmişdi, şey dönemində, İsfahanda, Qaçqay xan için. Qaçqay xanın adı da Türkçədir. Muhtemelen de bu elə Hristiyan bir Türk olubdur da. Və niyə İsfahanın yerli birisinə bu ləqəbi verməyiblər də, gediblər mesela Qafqazdan gələn bir Hristiyana bu ləqəbi veriblər. Hakeza biz görürük ki, mesela İsfahan valilərinin hemen hamısı elə Qafqaz mənşəli insanlardır. Ya Gürcüdür, ya Ermənidir, ya Ləzgidir. Mesela Allahverdi xan, Gürcü adı Unkunidze, İsfahan valisidir ve Allahverdi xan eyni Osmanlı örneğinde olduğu kimi devlet alır Qafqazdaki bu Hristiyan grupları, şiələşdirir ve Türk dilini öğreterek öz xidmətini alırlar. Eğer belə idisə, Səfəvi devleti ne bileyim Sasani özlemiyle tutuşup yanan bir devlet idisə, o zaman İsfahanın yerli unsurundan seçerdi de. Niye gedib ki? Qafqazdan, İranın dışından bir yerden getirip vali hazırlayır. Yani bütün bunlar yani cevapsız kalır onların adına. Ve bir de ki tabii ki Səfəvi idari ve nizami istilahları ve terimlerini de görmezden gelirler. Mesela qorçu başı, qapı qulları ve başka. Səfəvi devletinin mesela işlətdiyi təqvim 12 heyvanlı Türk təqvimidir. Bu Sasani ruhu niye 12 heyvanlı Türk təqvimini işlədir? Bu necə ola bilər? Eyni düşünceler daha sonra Roymer tarafından da tekrarlandı. Ama Roymer biraz daha yumuşatmaya çalıştı. Çünkü özü de metinlere girince gördü o onların dediği kimi değil. Belə arzu edirlər ki, bunları istədikləri bir İrani kimlik şeklinde olsun. Ama aslında metne girdiğimiz zaman görürük yok. Yani kısaca özetleyecek olursak,
Bir, bunların irəli sürdüyü dəlillərin birisi budur ki, həm Sasani coğrafiyasını bənzər bir coğrafiyanı gəlib ələ keçirdi Səfəvi. O yüzden Sasani. Səfəvinin əlindən gəlsəydi, bütün Anadolu'nu ələ geçirmək istəyir. Bütün Hindistanı. Gücü o kadar yetti. Bunun Sasani ruhuyla falan da hiçbir ilgisi yok. Ondan sonra Səfəvilərin, Sasanilərin devamı olduğu yönünde hiçbir iddiaları yok. Ve bayaq dedim, şeyləri Əcəm adlandırırlar, Şirvanşahları ve Sasanilərin devamı olarak diyor, bir düşman olarak diyor. Və yaxud Sistanda bir takım hükümetler var, onları da Əcəm adlandırırlar ve Sasanilərin devamı olarak diyorlar. Və yaxud Şah İsmail mesela bir beytinde belə deyir. Bakın, Şirvan xəlaidi hamı Təbrizə daşına. Əcəm mülkü sorar kim qiyamət haçan qopar. Bakın, deyir, Şirvan bölgəsi xalqı deyir, biz Təbriz mərkəzinə bağlanır. O zaman deyir, Əcəmlər deyir, qiyamətin necə olduğunu görənlər. Əcəmlər kimdir? Özü deyil, düşmən tərəfinə Əcəm deyir. Tükənir ərəbin kuyu məskəni, Bağdad isə necə kim Türkmen var. Deyir, Bağdadda da Türkmenler o kadar çoğalırlar ki artık orada tamamen Türkmenlerin eline geçir. Yani bu şiiri yazan birisi Sasani ruhunun devamı olabilmez. Ve bir de başka bir iddia da ortaya atırlar ki Şah Abbas döneminde Şah Abbas geldi, Kızılbaşları cezalandırdı. Ama bunun doğrudur. Şah Abbas Kızılbaşların devletin hakimiyetine baş eğmeyen kesimini cezalandırdı. Devlete sadık kalanları yine korudu. Bu devlete sadık kalanların adını siz de bilirsiniz. Şahseven idi. Çünkü daha sonra önemli bir el haline geldi. Ve yani Kızılbaşların Şahseven kolu Şah Abbas, 1. Şah Abbas'tan sonra da ile hakimiyette oldu. Hatta Afşar devletinin kurucusu da oldular bunlar ve hatta Qacar devletinin kurucusu oldular. Bunu da altını çizmemiz lazım. Ve burada yine ayrı bir çelişki var bunların düşüncesinde. Bilirsiniz, Səfəvi devleti geldi Cebel Amil'den, ondan sonra Irak'dan, Lübnan'dan Şia alimlerini İran'a getirdi. O tarihe kadar İran'da cemiyetin ekseriyeti Şafii'ydi, Sünniydi. Ve tabii ki hem onların təbliğatından yararlandı, hem de Qızılbaşların gücünden yararlanarak İran'daki o mezhebi yapını değiştirdi, safları değiştirdi. 200-250 içerisinde. Şimdi eğer bu Səfəvilər həqiqətən Sasani ruhunun məhsuluydusa, niye iki tane grup ki burada işe çekir? Biri maşallah Ərəb dünyasından gelir, o biri Qızılbaşlar da ekseriyet Anadolu'dan gelir. Bunlar İran'a ne daxlı var? Ondan sonra Şah İsmail şiirlerinde bayaq da dedim, heç bir yerde bu indiki anlamda bir İrançılık veya İran şəhriçilik diye bir şeye biz rastlamırıq. Ve Sultan Bayezid belə Şah İsmail'e yazdığı mektubda deyir ki, oradaki yerli halkı sen hakimiyete getir. Demek ki yerli unsurla işləmir Səfəvi devleti. Səfəvi devleti öz çıxarlarını düşünür ve Qızılbaşları əskeri ve hakimiyette tutur. Şeyin de ideolojisini alır xidmətinə, İran'da farklı bir tablo kurmaya çalışır. Ondan sonra Tahmasp'ın siz tezkeresine baktığınız zaman orada da mesela Fars eyaletinden söz edildiği zaman oraya Kızılbaş Zülgeder ülkesi olarak adlandırır. Fars eyaleti adı üzerinde de güya mesela eski Sasanilerin şeyidir de merkez olur. Belə desən, neden Anadolu'dan gelen Kızılbaş, Maraş'tan gelirler Zülgederler, bilirsiniz. Geldi orada onlara verdi. Onların da ülkenin adını onların adıyla verdi. Yani bütün bunlar gösterir ki hayır, bunların dediği kimi değil. Meselenin arkasında başka şeyler vardır. Hakeza biz görürük ki İran'daki Sünni kesime de bazı yerlerde işine geldiğinde çok şiddetli davranmış Səfəvi devleti, bazı yerde de yumuşak davranmıştır. Siyaset onu təyin etmiştir onun şeyi. Sonra Səfəvi devletinin
məsələlərindən birisi də bu dövlətin İran coğrafiyasında şiəliyi gücləndirməsi məsələsidir. Baxın, burada bir şeyə diqqət etməmiz lazım. Səfəvi dövlətinin qurucuları, yəni Şah İsmail, dədələri, oğulları şeylə daha çox irtibatdadılar. Anadoludakı göçəbə türklərlə irtibatdadılar. Yəni Şamlılar, Dulkadirlilər, nə bilim, Qacarlar, Afşarlar, Ustaclılar, Rumlular və başqaları. Hətta dövlətin o çəkirdəyini, əhli ixtisasını elə bu ellərin başındakı şəxsiyyətlər qururlar. Lahicanda belə kiçik Şah İsmail bunlar yetişdirirlər. Və bunların da inancı, bugün Türkiyədə onlara Ələvi deyirlər, amma Ələvi isə doğru deyil əslində, doğru bir adlandırma deyil. Bu Cumhuriyyət dövrünün başında, Osmanlı sonunda bu ismi burada şeylərlə yaydılar Türkiyədə. Bunun doğru adı qızılbaşlıqdır. Yəni qızılbaşlıq eyni zamanda bir inancın adıdır. Bu inanc necə bir inancdır? Qısaca açıqlayacaq olursaq, yəni bugünkü həm İrandakı deyəlim əhl-i haqlar üzərindən, həm də bizim Türkiyədəki Ələvi bugün adlandırılan kəsim üzərindən şeyləsə, bu mədrəsə İslamı deyil. Bunlar bir kere məscidə getmirlər. Bunların ibadəti səma tərzində, sazla və türkcə olur. Atalar, kutsal şəxsiyyətlərində də dədə və ya baba deyirlər. Ki, hamısı sazla ibadətlərini eləyirlər. Və bugün biz görürük ki, Şah İsmailin şeirləri ən çox dünyada elə Anadolu'dakı bu işte Ələvilər içərisində ən yaygın bir biçimdə bugün də əzbərə icra edilir. Yəni Səfəvilər əslində inanc olaraq 12 imamlı mədrəsə şiisi olmayıblar. Bunun altını çizməyə çalışıram mən. Peki bu Səfəvilər özləri 12 imamlı şii olmamasına rağmen niye İranda 12 imamlı şiəliyi şeylərlə gücləndirdilər? Bunun səbəbləri var. Çünkü bir tərəfdə Osmanlı kimi bir ciddi rəqib var. Osmanlıda ciddi bir məsələ, tarixi bir olay yaşanır. Nədir bu? Yavuz Sultan Səlim gedir, Mısırda Məmlük dövlətini yıxır. Məmlük dövləti də bir türk dövlətidir. Qıpçaq türküdürlər, onu deyim. Mənbələrdə, ərəbcə mənbələrdə onlara Devlət-ü Türk, Devlət-ü Türkiyə, Devlət-ü Türkiyə olar. Türkiyə deyincə coğrafi mənada deyil. Devlət-ü Türkiyə, yəni türk dövləti. Bu mənada geçer. Və ələ geçirdi və təbii ki, o dönemdə İslam dünyasının xilafəti Abbasi soyundan gələn şəxslərin əlindeydi, amma onlar da şeydi, Məmlüklərin kontrolündeydiler. Amma Yavuzun xoşuna getmədi. Yavuz dedi ki, yox, ben özüm xəlifə olacağım. O yüzden zorla alacağım xilafət müəssisəsini bunların əlindən və aldı. Bunu deyim, Türklərin İslam dünyasında xilafəti almaları tarixi əslində Yavuzla başlamaz. Bu Sultan Tuğrul'la başlar. Sultan Tuğrul da Bağdat'ı ələ geçirdikdən sonra əslində Ali Buye'yə qarşı, Büveyhilərə qarşı bir ittihad kurdu Abbasilərlə. Abbasilər də yalvardılar, hə gəl bizi qurtar bu Şii şeylərin əlindən, Ali Buye'nin. Amma oraya getdikdən sonra təbii ki, o öz siyasətini yerinə gətirdi. Gördü ki, İslam dünyasında bir müəssisə vardır. Xilafət müəssisəsi. Bu çox ciddi bir siyasi faydaları var. Bunu mən niyə ərəblərə verim? Qardaşının qızı, yəni Çağrı'nın qızını xəlifə ilə evləndirdi. Onun doğulan çocuğu gələcəyə xəlifə olaraq hazırlamağa çalışdı. Ki uşaq 2,5 veya 3 yaşlarında ölür. Yoksa ölməsəydi o zaman ərəblərdən tutub alacaqdı və xilafət sarayının eynisini İsfahan'da o dönemde tikdirir. Və təbii ki, bu oğlan öldüğü için xilafət o dönemde alınabilmir Türklərdən, ama Yavuz daha sonra zorla alır və aldıktan sonra yaklaşık bir 200 yıl, 300 yıl Osmanlı'da bunun bəhsləri gedir ki, bir Türk də xəlifə ola bilər ya yox. Ama en sonunda kabul ettirirlər və bütün İslam dünyası kabul edir ki, Osmanlılar Sünni dünyasının xəlifələridir. İndi o tarixdə də İran'da əksəriyyəti Sünnidir, Şafiidir. Hətta Səfəvilərin özünün əcdadı Şafiidir. Şeyx Səfi
falan hamısı. Amma Şafii deyincə də Şafiidir ha, necə deyirlər, bu Ələvilik kimi bir Şafiilikdir. Adının üzərində Şafiilik var, amma içinə baxdığımızda elə bugünkü Türkiyədəki Ələvilik kimi sazla ibadət yaparlar, o şəkildə. Bu əgər Səfəvilər bunları başıboş buraxsaydı, İrandakı Şafiiləri, o cəmiyyətin çoxluğu, əlbəttə ki, zamanla 100 il, 200 il sonra əgər sünnilik qorunsaydı onların üzərində Osmanlıya bağlanmaları gerekirdi. Amma bu öngörü indidən ki bunu başa düşüblə belə olacaq gələcəkdə həmən hərəkətə keçirlər və Cəbəl Amildən, Lübnandan, İraqdan Şii alimləri İrana gətirirlər və dəstək verirlər İrandakı şeyləri Şiiləşdirsinlər. Bizə burada bir sual yarana bilər. Və bu Səfəvilər bunları niyə qızılbaşlaşdırmadı, yəni Ələviləşdirmədi? Çünki bu mümkün deyil. Niyə söyleyeyim? Çünki Ələvilik və ya qızılbaşlıq boy el sisteminə dayalı bir inancdır. Yəni elə bil ki, siz gedirsiniz bu Afşar elinin qapısını döyürsünüz. Məsələn, bir də nə deyəlim, siz qaraçısınız və ya çingenəsiz. Gəlmişəm mən Afşar olum. Sizə nə deyərlər? Deyərlər, sən ola bilməzsən qardaş. Sən gərək atan da anan da Afşar olacaqsan, biz sənə Afşar deyək və ya nə bilim Bayat deyək və ya nə bilim Bəydili deyək. Yəni bir soya dayalı bir özəlliyi vardır Ələviliyin. Və bu şeyi də ayrıcalığı başqasına vermək istəmir Səfəvilər. Səfəvilər öz dünyasında bunu qoruyurlar, amma İslam dünyası siyasətini şeyin üzərindən qururlar, şiəlik üzərindən. Geri qalan bir şiə dünya vardı da, Osmanlının hələ ələ geçirmədiyi. Təbii olaraq əgər bir devlət yayılmacı bir siyasəti varsa, gərək hər yerin siyasətini oynasın. Və təbii ki, burada başqa bir şey də var işin ilginc tərəfi. Osmanlıda bəziləri elə bilirlər ki, şeydir, əslində bir sünni, mədrəsə sünnisi. Xeyr, Osmanlıda Bəktaşidir. Osmanlı Yeniçeri Ocağı, ordusu və Osmanlı padişahları Yeniçeri Ocağının başıdırlar. Yəni Bəktaşidir. Bəktaşiliklə qızılbaşlığın fərqi nədir? Qızılbaşlıq göçəbə boyları içərisindəki Bəktaşilikdir. Bəktaşilik şəhərli qızılbaşlıq. Fərq budur. Şəhərli olunca da artıq o boy sistemi ortadan qalxır. El tayfa sistemi ortadan qalxır və zamanla biz görürük ki, Bəktaşiliyin içərisində bir Yunanlı da gəlib Bəktaş ola bilir. Bir nə bilim Albanili də, bir şeydə, Sirp də, Xrovat da ki var Osmanlıda çox sayda belə. Və yəni bir devlətin öz içində öz dünyası bambaşqa şeydir. Dünya siyasətində oynadığı rol bambaşqa bir şey. Bax, sizə bir örnek verim. Bəziləri elə bilirlər ki, şiə dünyası ilə oynama məsələsi bugün İrandakı devlətin siyasəti olubdur. Yəni, bundan öncə olmayıb. Pəhləvi rejiminin də siyasətlərindən birisi elə şiə dünyasını oynamaqdır. Yəni, bu məcburiyyətdir. Öz içində ayrı bir kimliyi hazırlayırsan, amma bir də dünyada istəyirsən yayılasan da siyasi təsir qoyasan, öz xidmətinə çəkəsən eləyir. Bu başqa bir şeydir. Bunu anlamamız lazım. Və devlətlər heç bir zaman ideolojik davranmazlar. Devlətlər öz çıxarını düşünər. Topluma belə bunu ideolojik söylər, amma arxada öz işini görər. Və İspanaqçı deyə bir tarixçi var. Deyir, o dönəmdə deyir, Təbrizdədir. 12 imamlı şiəliyi elan etdikləri zaman bir qızılbaş boy bəyləri etiraz edir. Qardaş, bu şiəliyi hardan çıxır? Bizim öz inancımız var da. Sonunda oturub tartışdılar, bəhs elədilər və ən sonunda ölçdülər, biçdilər ki, qardaş, 12 imamlığı eləməmiz lazım. Çünki biz zaten bu qızılbaşlığı yaya bilmərik. Bu bizim bir şey. Bəlkə məsələ, əgər Səfəvilər məsələn Bəktaşi olsaydı, Bəktaşilik açıqdır. Başqa etniklərə açıqdır. O zaman rahatlıqla Bəktaşiləşdirə bilirdilər. Və burada bir önəmli məsələni də eləməmiz lazım. Məsələn, bir taxım tarixçilər və mütəfəkkirlər, məsələn, Mişel Mezavi kimi, Seyyid Hüseyin Nəsr kimi, Seyyid Hüseyin Nəsrində çox ciddi bir şəkildə Henri Corbon'un təsirindədir. İddia edirlər ki, əslində qaçınılmaz idi. Elə İranda bir şiə hakimiyyəti qurulacaq idi. Səfəvi adı ilə olmasaydı başqa. Bu doğru deyil. Doğru deyil.
Və bunun içində deyirlər ki, İranda qədimdə nə bilim Şia, bəli, qədim İranda Şiələr var, amma adacıqlar şəklindədir. Heç bir zaman İranın bütününə şamil deyil. Bir qismi məsələn Amazəndəranda var, az bir qismi məsələn şeydə vardı, Simranda var, Qumda var, Şaşanda var, Səbzəvarda var, Loristan və Xuzistanda var. Amma bunlar dominant bir unsur deyillər. Və indi bunların düşüncəsini belə deyirlər, nə bilim, əgər demək şiəlik vardı. Amma Səfəvilər İranda çox ilginçdir. Hakimiyyətə gəldikləri zaman, yəni Seyid Hüseyn Nəsrin dediyi kimi biz əgər baxsaq məsələyə, gedib bu şiələri qucaqlaması gərəkir, də deyilmi? Səfəvilər. Oysa ki, heç də belə olmur. Səfəvi özündən öncəki bütün şii unsurları İranda işinə gəlmir deyə hamısını qılıncdan geçirdi. İstər Qumda, istər Kaşanda, istər Səbzəvarda, istər Loristan və Xuzistanda. Məsələn, müşəşşəylər var Xuzistanda. Müşəşşəyləri soyun qurutdu rəsmən Səfəvilər. Vermədi onlara. Deyir ki, mənim öz kontrolumda bir şey olacaq. Başqasına meydan yox. Yəni görürük ki, bu nə qədər bir siyasi bir anlayış var bu devlətdə. İdeolojik davranmır. Və yaxud Hüseyin Çələbi və onun tərəfdarları vardır. Bunlar şiidir. Onları da ciddi bir biçimdə qılıncdan geçirdi Səfəvilər. Və yəni Seyid Hüseyn Nəsrin dediyi kimi İrandakı Səfəvi devlətinin əsas amacı şiəliyi qurmaq deyildi. Öz hakimiyyətini eləyirdi və bir də ilginc bir şeydir. Məsələn, Şəkidə sünni idi hakimiyyət daha çox toplum. Şəkini məsələn cəzalandırmadı Səfəvilər. Çünki işinə gəlmir o. İşinə gəldiyi zaman şeyini də cəzalandırır. Öz güya məsələ bunun ideolojisini. Amma bu deməkdir ki, mənim kontrolumda olan bir şiəliyi mən istəyirəm. Başqası burada deyir, mənim meydanımda at oynada bilməz. Bu meydan mənimdir. Səfəvilərin kökəni və mənşəyi barəsində bir-birindən fərqli siyasi görüşlər ortaya atılmışdır. Yəni bunu da göründüyünüz kimi Səfəviləri türklərə mal etmə məsələsində çalışmışlar ki, aman türklükdən uzaq tutsunlar. Türklərin deyil. Mesela mən xatırlayıram, İranda 2 dənə kitab basılmışdı. Biri Şah İsmail Tork Nəbud. Şah İsmail yəni türk değildi. O bir kitabda Şah İsmail şair Nəbud. Yəni Şah İsmail şair değildi. Çünkü Şah İsmail'in şairliği artıq əzhər minəşşəmsdir. Yəni günəş kimi bilinen bir həqiqətdir. Bunu durub inkar etmək o kadar rahat değil. Və bu təbii ki, İranda Səfəvilər hakimiyyətə gəlmədən öncə Türklərin hakimiyyəti təbii Səfəvilərlə başlamır İranda. İlk öncə İran platosunda və eyni zamanda Anadolu və Qafqazlarda və Azərbaycan Cumhuriyyətində öncəki tablo necə idi Türklər açısından? Mən bunu 8 bölümə ayırmışam. 8 bölümə bu tarixi sürəci. İlk mərhələdə miladdan öncə 45 minlə başlayır. Miladdan öncə 10 minə qədər devam edir. Bu dönemdə də bu coğrafiyada Türklər var. Bu əlbəttə uzun bir bəhsdir. Bunu daha sonra istərsəniz bu bəhsləri də davam etdirə bilərik. Yəni bu belə sadəcə bir söz deyil. Bunun arxasında nə bilim 2-3 saat mən danışmam lazım hər birisi ilə ilgili. Sonra ikinci evrim miladdan öncə 9000-lə miladdan öncə 5-ci yüzyıla qədər davam edir. Üçüncü mərhələ Həxamənişi dönəmi və ya Akameniş dönəmi miladdan öncə 559, miladdan öncə 330 ilinə qədər davam edir. Deyəcəksiniz ki, Akameniş dönəmində türklər var mı, yox mu? Var. Bu da ciddi bir bəhsdir. Dördüncü mərhələ Yunan və Helenistik dönəm miladdan öncə 330, miladdan öncə 64. Beşinci mərhələ, yəni İslam öncəsi İrani Türk dönemi. Miladdan öncə 30, miladdan öncə 852. Burada da çox sayıda Türk hakimiyyəti vardır. Ayrıca Türk olmayan hakimiyyətlərin bünyəsində ciddi bir Türk unsuru vardır. Mesela Sasanilərin ordusunda Türklər çox qalib bir unsurdular. Sasani padişahlarının birçok ana tərəfindən Türkdür. Bu da ayrı bir məsələ. Sonra 6-cı mərhələ Ərəb-Türk dönemi, yəni Bəni Ümeyyə və təbii ki Abbasilər və onların davamı olan o Türk hakimiyyətləri var. 7-ci mərhələ İrani-Türk dönemi. Bu da 700
1795 ilə 1787 illər arasındadır. 8-ci mərhələ Türk dönəmi olaraq adlandırıram mən bunu. 1037 və 1925-də Pəhləvi rejiminin qurulması. Təbii bir də 9 var. Mən 8 dedim, bağışlayın. 9-da, yəni 1925-dən sonraki İranda ayrı bir bəhsdir. Yəni Səfəvi dönəmi gördüyünüz kimi əslində 1037 ilə 1925 illəri arasında yerləşən 8-ci mərhələdə yer alır və bu dönemdə uzun bir hakimiyyət qurmuşdur və təbii ki, o siyasi fəaliyyətləri ilə, o dini, kültürel və başqa alanlarda bu dönemi iki ana dönəmə ayır. Səfəvi öncəsi və Səfəvi sonrası. Çünki Səfəvi sonrası Afşarlar da olsun, hətta Zəndlər də olsun və Qacarlar da olsun, özlərini bir baxıma Səfəvilərin davamı olaraq görmüşlər. Bunu da özellikle bildirməmiz lazım. Burada bir şeye de dikkat getirmemiz lazım. Mənim danışıqlarımdan indiyənə qədər hər halda dostlar anlamışlar ki, mən tarixçiliyi hər hansı bir şəxsi və ya dövləti təqəddüs etmək üçün, utsallaşdırmaq üçün eləmirəm bu işi. Tarixdə bütün şəxsiyyətlərin müsbət tərəfləri olduğu kimi zalimcə tərəfləri də var. Yəni kimsə inkar edə bilməz ki, mesela Çengizxan sadəcə cinayət işlədi. Xeyr, Çengizxan eyni zamanda dünyada Doğu və Batı ilişkilərini quran adamdır. Önemli bir rolu var. Başqa bir kültürel tərəfləri də var. Və yaxud mesela deyəlim Əmir Teymur ciddi bir kültür qurur, Teymurlu mədəniyyətini qurur. Mesela Herat dönemi vardır ki, buna Teymurlu Rönesansı deyirlər tarixdə. Yəni, Əlişir Nəvai, Sultan Hüseyin Bayqaranın hakim olduğu dönem ki, o dönemdə ədəbiyyatda da bir sıçrama var, nə bilim, memarda da sıçrayış var, devlətçilikdə də, miniaturda da və başqa-başqa alanlar. Səfəvi dönemində deyilədir. Səfəvi dönemində bayaqdan deyirik, nə bilim, bir sürü qrupları bastırdılar, yıxdılar, yox etdilər. Amma Səfəvi döneminin bir də bir, nə bilim, mesela Şah İsmail büyük bir şairdir. Büyük bir edebiyatçıdır. Səfəvi döneminin çok möhtəşəm bir mimarisi var. Möhtəşəm bir mimarisi. Səfəvi döneminin möhtəşəm bir halı sənəti var. Səfəvi döneminin, ne bileyim, möhtəşəm bir demir işçiliği var. Ne bileyim, bir sürü de o kadar ince işler var. Mesela siz İsfahan'da gedin o məscidlərin, o günbəzlərinə baxın, o geometrik şəkillər işləyiblər, iç-içə. İnanın, adam baxanda adamın başı dönür. Bunun için çok ciddi bir matematik, riyaziyat ve həndəsə, geometri bilgisi lazımdır düzəltmək için. Demək ki, Səfəvi dediğimiz zaman belə 500 tane atlının atını verip o tarafa atını koşturması değil. Səfəvi başlı başına ciddi bir medeniyettir. Başlı başına. Və modern dönemdə deyəlim, bəziləri gəlirlər, məsələn, Səfəvinə eleştirirlər. Valla modern devletçiliğimizdə bizim heç yanda Səfəvi tərzində güçlü bir hakimiyyət və kültür üreten devlet oluşmuyor. Və yaxud Osmanlı da örnek yoktur. Osmanlı da örnek yoktur. Hakeza diyelim Babürlü'de de öyledir. Yani bu Səfəvilərlə və yaxud Babürləri və yaxud Osmanlıları tartıştığım zaman şey için tartışmıram ben. Gurur duyan veya utanmak için yapmıram. Bu bir meşruiyet meselesidir. Ben Türk'ün bölge tarihinde böyle bir geçmişim var. Böyle bir medeniyet kurmuşum. Beni yok sayabilmezsiniz. Ama görürük ki bizim medeniyeti başkaları gelir saatlenir. Mesela bizim mimarını, Səfəvi mimarını utanmadan yazırlar Fars mimarisi, İran mimarisi. Və yaxud bizim halıları götürürler Avrupa'da duvardan asırlar, altına da yazırlar Persian karpet. Kardeşim bu Fars halısı değil axı bu. Bu benim halımdır axı. Bu kimin eser kimindirsə onun adını lütfen söyleyin. Niye gizlədirsiniz? Ya itiraz ettiğiniz zaman da diyeceksiniz siz ırkçısınız. Hayır, tam tersine siz ırkçısınız. Bunun sahipleri kimse bunu söyleyin. Ve tarih o kadar önemli bir mesele ki görürük ki biz modern dönemde
Bax, Fars kimliyi belə özünə bir tarix uydurur. 2500 illik bir uyğarlıq. Pəhləvi dövründə şeydir, 2500 illik şeydir, İran mədəniyyəti qutlamaları var. Cəşhaydu Hizarpansız salı, bilirsiniz. Sonra Kurmançlar, Soranilər. Niyə Kurmanç deyirəm, Soranı deyirəm? Kürt demirəm, çünki açıqlayacağım bunun səbəbini. Niyə Kürt demirəm? Onlar bugün görürsünüz ki, gəlib utanmadan mesela bəziləri deyirəm, Sumerlər Kurmançdır veya Soranidir və yaxud erməni tarixçiləri böyük Ermənistandan söz edirlər. Uydurur. Çünki toplumuna bu şeyi verməli, məşruiyyəti. Toplum buna inanmazsa bir təsir qoya bilməz. Və istər-istəməz bu doğrultuda ciddi uydurmacılıq və çarpıtmalar vardır. Səfəvilərin mənşəyi və kökəninə ilişkin fərqli görüşlər ortaya atılmışdır. Birincisini açıqladım mən. Deyirlər ki, bunda Sasani ruhunun şeyidir, təkrar bir dirçəlişidir ki, bu əlbəttə doğru deyil. Bunu da açıqladıq. Çox hər tərəfli məsələyə baxdıq. İkinci görüş deyirlər ki, Səfəvilərin kökəni Kurmanc, Sorani, yəni bugünkü deyişlə Kürt mənşəlidir. Bunu mən qısaca belə açıqlayayım sizə. Bir kərə tarixi mətnlərdə Kürt kəlməsi bugünkü işlədilən mənasından son dərəcə fərqli bir anlamda işlənir. Kürt kəlməsi tarixi mətnlərdə dağlı, taşralı, göçəbə, köçəri, heyvan bəsləyən çöldə mənasında işlənir. Yəni, heç bir qovmi bir anlamı yoxdur. Dolayısıyla siz tarixi mətnlərdə harada bunu görürsünüz, burada etnik və qovmi bir məna yoxdur. Burada şeydir. Mesela, Pəhləvi mətnlərində, Pəhləvi dilli mətnlərində, Sasanilərdə, göçəbə unsurdan söz edildiyi zaman onlara Kürt deyirlər. Amma bu göçəbə unsur bəlkə Sistanlıdır, bəlkə nə bilim, Türkdür, bəlkə başqa bir unsurdur. Mühüm deyil. Amma göçəbə olduğu zaman bunlara Türk deyilir. Sonra biz İslami dönemdə, Möhtəsəm dönemində bir cahiz vardır. Cahiz dövlətin əslində ideoloji bölümünün və eyni zamanda devlətin təşkilatlanmasında fərqli qovumları necə dəyərləndirilməsində baş şeydir, müşavirdir devlətin cahiz. Cahizin bir dənə kitabı var, Fəzailül Ətrak, yəni Türklərin fəzilətləri. Orada bir məsələni tartışır. Deyir ki, Xorasanlı ilə Türk arasındakı fərq əslində Xorasanlı deyir, yerləşik Türk üçün deyir, mən işlədirəm Xorasanlını. Amma göçəbələr üçün, göçəbə Türklər üçün Türk sözü işlədirəm. Yəni fərqləri biri yerləşikdir, o birisi göçəbədir. Necə deyir, şeydir, Xorasanlı ilə deyir, Türkün arasındakı fərq əslində deyir, şeydən də daha azdır. Nədən az? Şəhərli bir ərəblə badiyədə yaşayan Kürt Hüzeyl qəbiləsindən arasındakı fərqdən azdır. Kürdü orada göçəbə mənasında işlədir. Ərəbin göçəbəsi. Və biz görürük ki, şeydə də, Təbəridə də, məsələn, Xorasandakı xələclərdən söz etdiyi zaman yer onlara Kürt xələc deyər. Osmanlı mətnlərində məsələn belə kullanımlar var. Tərakimə əkradı. Tərakimə əkradını tərcümə etsək bugünkü şeyə, yəni türkmənlərin Kürtləri. Bir də bir tərcümə etsək türkmənlərin göçəbələri. Və yaxud əkrad tərakiməsi var. Yəni Kürtlərin türkmənləri. Yenə də bir tərcümə edək, göçəbələrin türkmən olan. Peki, bu Kürt adı nə tər oldu birdən qovmiyyət mənasında işləndi? İşte bunun qurucusu, mən danışığımın başında sizə dedim, Hateri adında bir casus göndərdilər Hindistandan, bir zərtüşdü. Gəldi burada əşirətlərin başçıları ilə görüşdü və onlara yavaş-yavaş bu adı yaymaya başladı, Kürt adı. Və ki, Ənsab-ül Əkrad adında bir kitab da uydurdular, Dinəverəyə aiddir ki, bugünkü modern uydurma Kürt kimliyinin əslində təməlini oluşturur. Və təbii o dönemdə bir də İngilizlər bir şeyi fərq etdilər. Nedir bu? Baxdılar İran
geniş İran, Irak, Suriye ve Anadolu coğrafyasında bir İrani dil ailesine mensup olan 100'ün üzerinde etnik grup vardı. Birbirini anlamayan küçük etnik gruplar. Bunların hiçbirisi Türklerin karşısında da bir birlik oluşturabilir. Bunu ne demek lazım? Geldiler İran coğrafyasında Şie olanları Lor Bəxtiyari adı altında birleştirmeye başladı. Lor Bəxtiyarilər de bir etnik değil, bunu değil. Bunları evlendirdiler, birbirine qohum elədilər, yavaş-yavaş birbirine bağladılar ve böyle bir siyasi bir şey oluşturdular. Lor Bəxtiyari. Hatta Türklerin, yani Tehran ele geçirilmeden önce Əsəd Bəxtiyari tarafından, ki İngilizlerin isteğiydi o. Bunların hedefi buydu ki İran'ın güneyinde, madem Qacarları yıxa bilmirik, İran'ın güneyinde Lor Bəxtiyari adında bir cumhuriyet kuraq. Ki bunun xəritəsini de hazırlamıştılar. Ne bileyim, hatta bir sözlük hazırlamışlar Lor Bəxtiyari dili ile ilgili. Bu dili yavaş-yavaş öğretsinler. Daha sonra Sünni olanları da Kürt adı altında toplamaya başladılar. Ve geldi mesele belə oldu. Oysa ki biz tarixi metinlere baktığımız zaman, mesela Səfəvilərin siz atalarına baktığımız zaman, Saf və Tüstəfada bəli, həqiqətən belə geçir. Firuzşah Əl-Kürdi deyir bunların atası. İbrahim Ədhəmin, bakın İbrahim Ədhəmin soyundan gelen bir şəxslə birlikte geldiler, yerleştiler. Gilanın Rəngin bölgesine. Ki Firuzşah'ın deyir çok heyvanları var idi, davarları var idi ve orada çok güzel yerler idi davarlar için. Şimdi buna dayanarak El-Kürdi Firuzşah Kürdi olarak geçir El-Kürdi. Buna dayanarak deyirlər ki, bir de deyim burada Sincar adında deyir bir bölgeden geldiler. Hemen harekete geçirler, modern şeyler. Deyirlər ki, bu Irak'daki Sincar bölgesi olacak. Bugün Yezidi kurmançıların yaşadığı bölge. O zaman Səfəvilərin əcdadı da oradan gelir. Ki Səfəvilərin metinlerinde şeylere çok ciddi bir sert bir tutum var. Onu diyeyim, Yezidilere. Ama mesele bu değil. Mesele indi biraz açıklayalım. İbrahim Ədhəmin adı keçir orada. İbrahim Ədhəmin soyundan gelen bir şəxslə birlikte gelir, yerleşir. Firuzşah. Gilanın Rəngin bölgesine. İbrahim Ədhəm haralıdır? İbrahim Ədhəm Bərxlidir. Əfqanistanın Bərx bölgesinde. Ve 8. yüzyılda ölür bu. O şeyde. Buğdaya benzer bir hayatı var. Güya bir şahzadeymiş, sonra bırakır hayatını ve özün təsəvvüfə ve irfana verir. Ve tabii ki o dönemde o bölgede işte Teginiler olsun, Davudiler olsun, başka ve Türk Şahiler, Kabil Şahiler adında devletler vardı o dönemde. Ki buna dayanarak özellikle Türkiye'de Emeles'in ve Uslu kimi bazı araştırmacılar iddia edirlər ki, aslında İbrahim Ədhəmin soyu ile bu oradaki o devletlerin bünyesindeki Türklere dayanmalıdır. Yönetici kesime dayanmalıdır. Əks təqdirdə, yəni bilirsiniz ki, İbrahim Ədhəm Əraqlı deyil. Ve biz gelip incelemelərimizdə görürük ki, gerçekten de şeyin etrafında Bəlxin, Nişaburun, çünkü Nişaburda da gelip şey qalıb biraz İbrahim Ədhəm. Səncar adında yer var. Səncar adında bir yer var. Yani Səfəvilərin əcdadı orada işte İbrahim Ədhəmin soyundan olan bir şəxslə birlikte oradaki Səncandan, Əfqanistandakı Səncardan hərəkət edərək Səlcuqlu göçləri ilə birlikte 11. yüzyılda gəlirlər bugünkü Ərdəbil və Gilan bölgesine yerləşirlər. Və gəlib biz yani metin bunu açık değil. Metin bunu açık değil. İbrahim Ədhəm Əraqlı değil. İbrahim Ədhəmin soyundan gelen birisi Irak'tan niye gelsin? İbrahim Ədhəmin soyu Bəlx'də, oradan gelecek de. Bunu göz önünde tutmamışlar ve tabii ki işlerine gelmiş diye Səfəvilərin kökeninde o El-Kürdi ibaresine göre bugünkü Kurmançılara ve Soranilere bağlamışlar. Ki bunu belirtelim. Bugün biz Kürt adı altındaki işlenir bunu ve Hateriya o dönemde üzə çıxartdı.
əslində 50 dənə fərqli etnik qrup var. Heç kəs də bir-birinin dilini anlamaz, başa düşməz. Amma buna rağmen görürsünüz, propaganda edilir ki, sanki bir homojen bir Kürt milləti var imiş. Və tarixi metinlərdə də Kürt adı bunlara rəbti yox. Kürdistan adı da bunlara rəbti yox. Kürdistan adı mesela ilk dəfə şeydir, Sultan Səncər dönəmində işlənir. Səlcuqlu devləti Sultan Səncər dönəmində şəkildə konfederal bir şəkildə idarə olunur. Və təbii ki, Səncər Qaraqtaylara yenildikdən sonra bu konfederal yapının hər birisi birer fərqli devletlər olaraq, Səlcuqlu devletləri olaraq şəkillənirlər. Nedir bunlar? Kirman Səlcuqluları, İraq Səlcuqluları, Xorasan Səlcuqluları, Suriye, Filistin Səlcuqluları, Anadolu Səlcuqluları. Daha sonra bilirsiniz bu Türk devletçiliyində bir atabəylik veya lələlik sistemi var. Şəhzadəni paytaxtdan uzaq bir yerə göndərirlər. Lalanın veya atabəyin denetiminde o eğitilir, onu yetiştirirler, gelecekte işe olmaz için. Ve daha sonra bu Selçuklu Devleti ortadan kalktıktan sonra bir 25 civarında yaklaşık bir atabeylik kurulur. Mesela atabeyliklerin her birisinin kurulduğu bir coğrafyaya göre mesela bir adı var. Mesela Azerbaycan atabeyliği var. Bunun ama o bir adı Eldenizlilerdir. Eldenizliler aslında Xorasan'dan gelen Qıpçaqlardır. Diğer taraftan mesela Əhər ve yaxud Pişkin Teginliler vardır. Bu Gürcistan'dan gelen Qıpçaqların qurduğu şeydir. Pişkin ile Meşkin adı da oradan kalır. Onu diyeyim size. Bəziləri deyirlər ki, Meşkin adını Rıza Şah verdi. Yok, Meşkin adı bu İran metinlerinde okuyuyorsunuz. Pişkin Xanı Qorci değil. Gürcü değil, o Türk'tür. Qıpçaq Türk'üdür. Gürcistan'dan geldi. Sonra mesela Yezdə qurulana Yezd atabəkliyi deyilir. Xuzistan'da qurulana Afşar Şumla ve yaxud Xuzistan atabəkliyi deyilir. Ve başka Zəngiler vardı mesela. Musul atabəkliyi falan. Ve başkaları. Bu atabəkliklərdən biri de Kürdistan atabəkliyi ve yaxud Səbükteginlilərdir. Səbükteginlilər Xorasan'dan gelen Oğuzlardır ki, İran'ın Zagros bölgesinde bu atabəkliyi kurulur. Yani burada kurmaçlar veya soranlar söz konusu değil. Ve tabii ki orada göçebe unsur çok ciddi bir biçimde yığıldığı için ona şey değildir. Şimdi gelirik biz aynı Saffat Sefa'daki mesela Firuzşah El-Kürdi yazır. Səhifəni çevirirsem bu tarafında da yazır ki Cevani Türk, yani Şeyh Səhifini tərif edir. Cevani Türk, Türk genci. Tabii yaşlandığında da deyir ki işte Piri Türk, yani Türk yaşlısı, Türk kocası. Bunun yaşadığı kendi tarifiyle Dehi Türk, yani Türk kendi. Bu ne ter olabilir? Yani burada da çok açık bir biçimde görürük ki biz buradaki Kürt kavramı göçebe Türk manasında işlenir. Yani bugünkü manasında işlenmir. Kurman, Sorani ve başka diğer etnik gruplar manasında. Bu meselenin birinci tarafı. İkinci görüş ki ortaya atılmıştır. Səfəvilərin Talış veya Gilək kökenli oldukları yönünde. Ki Gilək kökenli oldukları çok zayıftı deyirlər. Lahicanda bunlar geldi kaldı. Lahicanda kalıblardan o. Lahicanda kalınca adam Gilək olmaz ki. Zaten Lahicanda bile ehli ihtisas yani bu Qızılbaş tayfalarının başçısı Şah İsmail'e yetiştirirdiler. Şamlılardan biri var idi, ne bileyim, Rumlulardan biri, Ustaçlılar ve başkaları. Ve Talış tayfası da vardı, onu diyeyim. Şimdi bu Talış tayfası nedir? Bu çok önemli meseledir. Bakın, Şahsevenler'de, bizim Muğandaki Şahsevenler'de Talış Mikailliler diye bir grup var. Özde çok geniş bir nüfusa sahiptiler Talış Mikailliler. Ve Talış Mikailliler Türkçeden başka da ayrı bir dil bilmezler. Diğer taraftan bir de Gilan'da farklı bir dil danışan Talışlar vardı, değil mi? Bunların arasındaki irtibat nədir acaba? Bunu düşünmemiz lazım. Biz tarixi metinlere baktığımız zaman görürük ki Elxanlılar döneminde deyir ki Talışların başında Talış Noyan adında bir şəxs dururdu. Noyan boy ellərin bəyinə söylenir Moğol dilində. Ve Noyan ləqəbini daşıyan ya Uygur Türk olmalıdır veya Moğol olmalıdır. Başka birisi olabilmez. Yani buradan
metinleri bize söylüyor ki bu Talışlar, dönemindeki Talışlar ya Uygur Türküdüler veya Moğoldular. Necə ki biz daha sonraki metinlere gelip baxırıq, görürük ki yavaş yavaş ortaya çıxır bu tarixdəki Talışlar, bunlar Uygur Talışlardır. Həqiqi Talışlar bunlardır. Ama bu Türk Talışlar bu İrani Talışları da yönettikleri için, onların tayfasına bağlanır, rəiyyətləri olduğu için o adı bunlar da alıblardan. Başa düşürsünüz? Bunun nümunələri tarixdə çoxdur. Mesela Sarmatların 2 dənə tayfası var. Biri Sırp'tı, biri de Krovat. Eyni Sırp ve Krovatlar oradaki Slavları yönetipler. Yönettikten sonra onların adı yapışıp kalıp oradaki Slavların üstünde. Ama aslında bugünkü Sırpların ve Krovatların adı özlerinin adı değil. Sarmatların adıdır. Bunların üstüne yapışır. Veyahut bugün Bulgaristan'a gidin. Bulgaristan'da ki halk Slav halkıdır. Ama zamanında bunları Bulgar Türkleri yönetirdi. Yönettikleri için o aristokrat ad bunların üstünde kaldı. Şimdi burada da elə bir mesele yaşanıb. Bir de işin ilginç tarafı bir Koroğlu destanını ilk toplayan vardır. Lehistanlı Aleksandr Xodzeko var. Bu 1891'de doğulup 1891'de ölübdür. Bu gelir, bugünkü Xalxal ve Gilan etrafında dolaşır ve ilk defa Koroğlu destanını toplayır o bölgede. Toplayınca orada deyir Talışlarla karşılaştı. Deyir Talışlar deyir Türkçe danışırdılar. Ama danıştıkları Türkçe Oğuz Türkçesi değildi. Şərq Türkçesiydi. Şərq Türkçesi de yani aşağı yukarı Uygur Türkçesi. Ve bizzat bu özü bölgede bunları görübdü diye çok mühim. Daha sonra biz tarixi metinleri incelediğimiz zaman biz görürük ki ister Hunlar döneminde, ister Göktürklər döneminde bir tayfa birliği var. Metinlerde bunlara Tolişler veya Töləslər deyirlər. Ki bu Talışlar oradan gelir. Ve Sefevi dönemindeki bu Şah İsmail'in çevresinde bir araya gelen Talışlar da bu Türk Talışlardı. Ki tabii ki buraya gelmeden önce ilk defa Alanya'da bunların adını görürüz. Şahsevenler oradan birleşirler, gelirler. Hayır canım. Orada da bunlar. Mesela Talışların oradaki dedelerinin adı Kurt Bey'idir. Adı. Alanya'daki dedelerinin adı. Ve bunu Minorski'de deyir. Minorski'de deyir ki Sefevi dönemindeki bu Rumluların, Ustacıların, Şamlıların yanında yer alan Talışlar bugünkü İrani Talışların ecdadı değil. Bugün Şahsevenlerin içinde yaşayan Talış Mikeilli Türklerinin ecdadıdır. Bu da bu. Ki elbette Sefevilerin kökeni bu Talış Mikeillilere veya Türk Talışlara dayanmır. O başka bir. Onlar tərəfdarıdır bunu. Sevirler Şah İsmail'i ve etrafında toplanıplar. Şamlılar, Ustacılar ve Rumlular. Sonra üçüncü bir tez ki ortaya atırlar. Deyirlər ki Azerilik. Zaten bu Azeriliği siz məndən yaxşı bilirsiniz. Bu İngiliz devletinin uydurduğu bir terimdir. İranda çalıştılar ki Türk meselesini Azerbaycana həbs eləsinlər. Ve dediler ki Azerbaycan bölgesindeki Türklerin aslında menşei Türk değil. Bunlar Azeri adında bir İrani toplumdu. Sonra Selçuklular veyahut Elxanlılar bölge halkını kılıçtan geçirerek dilini değiştirdiler. Ama bunlar aslında dilleri değişse de kökleri Azeridir. Bunu böyle cevap verək. Bak bunların dediği Azeri adında bir homojen bir toplum Azerbaycan'da yoktur tarixi metninde. Bunu diyeyim. 2-3 yerde geçer. Metinlerde 2-3 yerde. Azeri ve Azerbi şeklinde geçer. Biraz altın qaşıyanında görürsən hiçbir şey de ortaya çıkmır. Muhtemelen bir zerdüşti bir təriqətiymiş muhtemelen. Ki o kadar da önemli değilmiş. Ama indi bu iki şeyle sen ne kadar umumileştirirsen bunu bütün Azerbaycan'a. Bir de işin ayrı tarafı var. Ayrı tarafı nedir? İran'da Türkler meğer sadece Azerbaycan'da yaşayır. Tehran'ın içi, etrafı Türk qaynayır. Xorasan Türk qaynayır. İran'ın ne bileyim Fars eyaletinde Qaşqa elimiz var ve bir sürü başka Xuzistan'da ne bileyim Afşarlar var, ne bileyim başka gruplar var. Yani İran'da bütün biz etnikleri karşılaştırdığımız zaman
yeganə etnik qrup ki, İranın hər yerində yaşayır. Kirmanda bıçaqçılar var mesela. Evet. Türklərdir. Bu təbiidir, çünki bu İran hər yerində yaşamasa tarix boyu orada bu qədər Türk devletini de qurmazdı. Qəznəliləri, Səlcuqlunu, Elxanlını, ne bileyim Teymurlunu, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Afşar, Qacarı qurmazdı. Azərbaycandakılar Azəridir. Bu Tehrandakiler nədir? Tehrandakı Afşarlar da var. Yine biz Afşarlarla qohumdular. Xuzistandakı. Onlar nədir o zaman? Ya bellidir ki, burada bir oyun oynanır ve insanları təhrik edirlər ki, bir məsələnin dar bir bölgeye həbs eləsinlər. İkincisi şeydir, yavaş yavaş Türk adını silsinlər. Əlbəttə bilirsiniz, İranda Türk adını silə bilməyiblər. Heç kəs silə bilmir. Bugün de İrandakı xalq özünə dilinə də Türk dili deyir. Amma maalesef Rusya hakimiyyətinə girən Türk bölgələrin hamısında Türk adını sildilər. Bir tek Axıska Türklərində bu ad qaldı. Qalanında hər yerdə sildilər. Mesela 1937'de Azerbaycan'da dilin adını Türk'ten, milletin adını Türk'ten değiştirip Azerbaycan milleti ve Azerbaycan diline çevirdiler. Ve bu 1937'de ciddi qırğınlarla, ciddi yok edilişlerle gerçekleşmiş bir şeydir. Yani o dönemde Azerbaycan nüfusunun 1/6 yok edilir. Bütün yani düşünen beyinlerin hamısı ortadan kaldırılır ki bu kavramı oturdalar. Hakeza Özbekistan'da da durum eyledir. Özbekistan'daki Türkler tarih yazımında deyirlər ki, siz Teymur'un devamısınız. Yaxşı. Tamam, doğrudur. Hem Teymur'un devamıdır, hem de oradaki. Ama Teymurlu devletinin Türkistan'daki en büyük rəqibi Özbek devleti ve yahut o biri adıyla Şibanilerdir. Çengiz'in soyundan gelen Özbek Han'ın kurduğu devlet. Peki, Teymurlu devletini şeyden silen ve onların Hindistan'a göçüne sebep olan Özbeklerdir. İndi Özbekistan'dakiler eğer Teymur'un devamıdırlar, biz niyatlar Özbektir. Ya istedikleri şimdi burada belə yazırlar. Sənə də bu adı yapıştıracağım, sənə də bu adı yapıştıracağım. Yani maalesef Türk dünyasında, Rusya'nın hakimiyetindeki Türk dünyasında herkesin adını silip değiştiriplər. Türk adını siliplər orada. Mesela siz Tatar deyirsiniz. Tatar aslında Türkler birbirini təhqir etmek için Tatar deyərmişlər. Tat değil, tat sözünden gelir, tat kimi. Mesela bir mahnı vardı oxuyarlar. Apardı Tatar məni, qul eylər satar məni. Görürsünüz orada bir mənfi mənada işlənir. Ve o bölgeden, Qazan bölgesinden, Volga bölgesinden, İdil bölgesinden olan Türkler deyirlər ki, biz deyir birbirimizi deyir təhqir eləmək için Tatar deyərdik. Ruslar geldi diye bu adı bizim üzerimize yapıştırdılar. Daha sonra en önemli meselelerden birisi Səfəvilərin Seyit veyahut Arap kökenli olmaları meselesidir. Ki bu doğrultuda da özellikle Orta Doğu paylaşımında Osmanlı o bir taraftan Özbeklerin çıkar çatışmaları bu şeyin belirginleşmesinde önemli rol oynamıştır. Nece bu? Dediğim gibi Osmanlı xilafət müəssisəsini ələ geçirince Səfəvilər də Şiilik rəngini çoxaltmağa çalıştılar bölgede. Ve bu yeterli olmayınca biz görürük ki Şah Təhmasp bir tarixçisine emir verir ki Saffətüs-Səfanı tekrar benim istediğim bir şekilde Sünni şeyi oradan kaldırarak bizim de kökümüzü 7. Şiye imama bağlayacak bir şekilde hazırla. Əbülfəth Hüseyni adında birisini görevlendirir ve Əbülfəth Hüseyni ilginçtir. Kitabının başlangıcında bu olayı da anlatır. Deyir ki Şah Təhmasp beni bunun için görevlendirdi ve ben artık Saffətüs-Səfanı İbn Bəzzaz'ın şeyi daha sonra köçürdüğü Saffətüs-Səfanı bu şekilde yeniden yazıram ve bunu o Sünni şeylerden arındırıram. Yani burada açıkça görüldüğü gibi aslında Səfəvilərin menşei Seyit veyahut Ərəb değil ama Səfəvilər bu meseleden dışarıya yönelik
Şiə dünyasına yönəlik əldən gəldiyi qədər istifadəni etmək istəyirlər. Amma mətnlərin bizə verdiyi bilgilər Səfəvilərin ərəb və seyid olmadığını çox net ortaya qoyur. Bax, məsələ sizə mən oxuyuram. Əbülfət Hüseyni belə yazır. Mən türkçə tərcüməsini oxuyuram. Müxalif və münafıqlardan biri İbn Bəzzaz. İbn Bəzzaz kitabı hazırlayan, daha sonra yazıya geçirən hazırlayan. İlk yazıcısı deyil, daha sonra. Ki xilaf yolda, yəni sünni məzhəbi yolundaydı və Səfəvi hanedanına ilgi duyub itiqad etdiyi iddiasındaydı. Şeyx Safi kəramətləri mövzusunda bir kitab düzənlədi. O özü məzhəb və itiqadda sünniliyə tabe idi. Haqq İmami Şiəlik məzhəbinə müxalif, batil sünni məzhəbinə müvafiq bazı kəlmələr zikr etmişdir. Həzrəti Şah Tahmaz mən həqiqi duaçı olan Əbülfət Hüseyniyi məzkur kitabın tasfihi üçün görevləndirdi. Və deyir ki, mən artıq Şah Tahmazın istəyi üzərinə bunu necə deyərlər, seyid olduqları yönündə uydurmağa başladı. Sonra gəlirik biz Səfəvilərin kökəni məsələsindən sonra Şah İsmailin özünün biz əsərlərinə baxdığımız zaman Şah İsmail əsərlərində özünü olaraq əsla Sasani kökənli olaraq ki adlandırmır ki heç Məvali deyə bir kimlik vardır dönəmində, Abbasi dönəmində. Xorasandan gələnlər ki ordu onlara verilir, məvalilər ki bunlar əslində dönəmində, Bəni Ümeyyə dönəmində gəlirlər. Abbasilər dönəmində də o qədər güclənirlər ki Möhtəsim zamanındakı Möhtəsəmin də anası türkdür. Devlətin ordusu bunlara təslim edilir və ərəblər isyan edirlər buna. Sonra Möhtəsəm dayı tərəflərini çox sevdiyi üçün bunları Samerra şəhərinə daşıyır və başkəndi də Samerra ilə bir şəhəri sınırdan düzəltdirir onlar üçün. İlginçdir. Səfəvilərdə və Şah İsmaildə özlərini məvalilərə bağlama görürük biz, köklərini. Və təbii ki, məvalilik bir də xorasanlılıqla bir iç-içə bir məfhumdur. Buradan da göründüyü kimi, bax, yenə Bəlx, Xorasan tərəfinə bir vurğu söz konusudur. Məsələ Şah İsmail deyir, belə deyir, xətaiyyən məvali əhli təvhid. Məvali məzhəbəm şahın yolunda, müsəlmanam deyənə rəhbərəm mən. Xətaiyyən məvali sırrı Heydər. Bunu haqq bilməyən düşmanımızdır. Və bir çox şeirlərində bu məvalilik məsələsini vurğulayıbdır. Həm Şah İsmailin şeiri, həm də necə deyərlər, Səfəvi mətnləri. Səfəvilərin bir də əlimizdə türklüyünü kanıtlayacaq sağlam bir iddia daha da var, bilgi daha da var. Bu da Şah İsmailin divanının dilində görülən Xorasan və Şərq türkçəsi özəllikləridir. Baxın, Şah İsmailin divanında görülən Xorasan və Şərq türkçəsi özəllikləri Səfəvi xanedanının əslində kökünü də göstərir. Çünki bir dədə ailəsində, bir ruhani bir ailədir. Ona görə də qədim dillərini ailə içərisində qoruyurlar. Oğuz türkçəsi də ilk mərhələsini elə Xorasan bölgəsində keçirmişdir. Və Xorasandakı türk ləhcəsi elə Bəlx və ətrafında ilk özünü hazırlamışdır ki Xorasan bölgəsindəki, yəni Oğuz türkçəsinin ən əski şəklindəki ilk nümunələri yazan da Mevlana'dır. Mevlana-i Rumi və ya Mevlana-i Bəlxi türkçə şeirlərində keçər. Məsələ, həm sən dani ki mənbə aləm, yalnız səni sevər mən, çon dəri bərəmnə yayi, əndər qəmət ölər mən yarı ba vəfayəm, bər mən cəfa qılırsan, gər to məranə xahi, mən xod səni tilər mən, mahi ço şəmsi Təbriz, qeybət numudu qoftənd, əz digəri məpursid, mən söylədim arar mən, bax, arar mən, gedər mən gözü. Bunlar araram, yəni gedərəm. Bunlar Xorasan bölgəsində
indiki zamanı bu şəkildə deyərlər. Biz Şah İsmailin də şeirlərində bolca bu şəkli görürük. Bu da nəyi göstərir? Elə o bölgədən gətirdikləri bir özəllikdir ki, bu Mevlana'nın şeirlərində də bunu açıq bir biçimdə görürük. Sonra Şah İsmailin şeirlərindəki bu Xorasan məntəqəsindən olan özəlliklərin məsələ bir-bir sıralarsaq belə olur. Məsələ sıxca olur mən, oxur mən, çəkər mən, bilir mən, yatır mən şəkillərini işlədir. Məsələ Şah İsmail bir şeirində belədir. Ta ki gördüm mən səni, aləmdə heyran olmuşam. Naləb-ü əfqan edər mən, bax görürsünüz, edər mən, didə giryan olmuşam. Və yaxud mən səni candan sevər mən, ey dilaramım mənim. Ol səbəbdən zar-ı giryan geçdi əyyamım mənim. Baxın, sevər mən. Və ya bütpərəst oldu gönül, bütxanələr küncündədir. Mən bilir mən, bu dili şeyda nələr küncündədir. Bunun örnəkləri çoxdur, mən bir neçə örnek sadəcə verəcəm. Sonra Şah İsmailin şeirlərində yenə Xorasan məntəqəsində olmaq mənasında işlənən, bugünkü olmaq mənasında işlənən və bugünkü olmaq fiilinin qədim şəkli olan bolmaq fiili çox işlənir. Məsələn, hətta bəzi beytlərində görürsəm, birinci misrədə bolmaq işlədim, o birisində olmaq işlədim. Məsələn, dövr-ü hüsnündə günəş tək bolmuş idim aşikar, yəni olmuş idim aşikar. Hicr səhrasında düşdüm, bir nişan oldum yenə. Burada oldum deyir, amma üstəkində boldum deyir. Burada məsələ deyir, necə bolsun bu gönül murğu rəha, xalın görüb, çeşmi fəttanın anın rahında qurmuşdur tuzaq. Və yaxud ol zamandan bərli kim çeşmim yüzüğünü görmədi. Yaş gözümdən carib oldu. Carib oldu yani. Dəm-bədəm seylab tək. Yenə bunu şeydir, Şah İsmailin divanında necə mənasında nəkük sözü çox geçər. Nəkük sözü bugün siz Özbekistan'a gidin, orada da çox eşidərsiniz. O bölgədəki türkçələrdə. Ama çok ilginçtir. Şah İsmailin dışında da bu tərəfdəki şairlərdə başqa bu keliməni görmürük biz. Ki Azərbaycandakı bu divan yayımlarında bunu çox yerdə yanlış oxuyublar. Nəçün, neyçün, niçin kimi yazıblar. Elə deyil. Nəçükdür bu. Bax, mesela örnəklər verim. Bilmənəm nəçük ola axır sərəncamım mənim. Bilmənəm nəçük ola axır sərəncamım mənim. Qismətim xalıq yazıbdır, yoxsa gümrah olmuşam. Bilmənəm nəçük, yəni bilmənəm necə ola. Ol pəri-peykər nəçük canım kuşun bənd etməsin. Danədir xalı, pərişan zülfü damımdır mənim. Bu xətaidən nəçük biganəsən, ey səngidil. Səndən özgə kimsənəm yox, aşina bilməz misən? Ruzigarım tirədir sənsiz əya, arami dil. Dil nəçük aram tutsun, həddən ötdü intizar. Görürsünüz, bunu bol-bol işlədilir. Sonra Səfəvi, yenə Şah İsmailin divanında, mesela xanera, evi deyirik də bunu türkçəsi, xanera. Onun görürük, həm evini işlədir, həm eyni zamanda evini işlədir. Bu da Şərq bölgesinin türkçə özəlliyidir. Bu şəkillərdə çox-çox görürük Şah İsmailin divanında. Leyli zülfünün xəyalı eşq ilə məcnun təki, məskənimni kuh səhra qıldığın yəni ikinə. Görürsünüz, məskənimni. Məskənimi deyil, məskənimni. Qonçə tək ləlini xəndan etdiyin yəni ikinə. Lalə tək bağrımını pürqan etdiyin yəni ikinə. Canu dilini, dili deyil dilini, canu dilini qoymuşam yolunda mən, ey dilruba, ta ki mən uyxuda gördüm sən təki bir məhliqa. Hic sərgərdanlığın çərxi fələkdən görmənəm,
bu cəfalarını qılan ol yar məhrudur bana. Cəfaları deyil, cəfalarını görürsünüz. Və Şah İsmail'in bir de dilində özellik, bir ilginç özellik benim tespit ettiğim. Her Oğuz bölgesinden, her bölgesinden kelimeler işler, boldur. Hem Xorasandan, hem diyelim bizim bölgemizden ve hem Anadolu'dan. Mesela Anadolu'dan işlettiği kelimeleri ben size örnekler vereyim. Beklemek. Düştüğü için gül yüzünden ayrı bülbül gəm yemez. Korkusu andan durur. Kim yerini bekleye zağ. Görürsünüz. Her kişi bir hayal ile eğlenir. Daim onun gönlünde ol beklenir. Bir de mesela Təbrizdə bilirsiniz bir zəmir vardır. Öz yerine işlediler. Bilesine dedim. Təbrizdə de var, Urmiyədə de var. Hatta fikircə belə İrandakı Türklerde Erdebil bölgesindeki Türklerin dışında her bölgede işlenir. İran'ın güneyindeki Qaşqa elində de var. Xuzistan'daki Türklerde bilesine diyelim. Yani onun özüne dedim. Bu şekli belə işlədib Şah İsmail Gölgük. Təbərra oxundu yanlış biliyə, kendi bilesine uçana lanet. Bak göz hem kendini işledip hem bilesine. Bulunmak. Hem sende bulundu ismi əzəm, hem secde göründü ruh Adem. Donanmaq feilini mesela işledipdi. Ondan sonra türlü kelimesini işledim. 100 türlü belayı eşqə hər dem. Gönlüm veri ben rıza kılan dil. Düş, rüya mənasında. Xəyalımdır mənim ya düşte gördüm. Behemdillah cemalın işte gördüm. Bak işteni de işledim. Bak Anadolu'dan görürsünüz. Ekmek sözünü işledim. Yürü ejderhayı aradan götür. Ol ekmekini ağzından alıp götür. Esen, sağlam mənasında işledim. Hem söyle nigar, sağ esen mi? Ol fitneli yar, sağ esen mi? Der sağdır esendir ol periru. Senden veli eylemiş beriru. Gibi şəklini də işlədib, kimini də işlədib görürük. Əbrivaran gibi ağlarkən xətayı zar gözünün yaşı axardı, durma deyirdin aşikar. Kendini de işlədibdi, ona örnek verdik zaten. Kəz sözünü işlədib, kötü sözünü işlədib mesela. Qalxdı, havalandı gönlümün quşu, qovqa, qeybət etmək kötünün işi. Varıp bir kötüye sen olma nöker, çarxına değer de dolunu töker. Ne xudadan korkar, ne hicab çeker. Bir kötüde namus ar olmayınca. Kaç defa mənasında, kaç kez deyir ya mesela neçə mənasında yani daha doğrusu. Dedim ki Nigara ver selamı, sonunda oxu bu kaç kelamı, bir neçə kelamı. Nasılı işlədim? Koyun kuzusuna nasıl mələdi, öküz kulağına kimler ənədi, nereden işlədi mesela. Qandan sana bu bela, bu bid'ət, nereden sana bu sitemle bidat, neredesini işlədir, nereden işlədir, hepsini, nere yani haram mənasında bunu da işlədirdi. Ondan sonra nesne sözünü işlədir, şey mənasında. Üç nesne durur sebep bu nama, kim boldu zəruri qılmaq anı. Pek güzel diyorlar ama onu da işledirdi. Hakikat tarlasına mərifət nuru saç. Pek nazar eyle de hemen arif ol. Şimdi sözünü işledim. Men cahiluna daniyam ol, hüsn için heyraniyam. Ta genç iken pinhan edim, şimdi gözümden zahira. Göründüğünüz gibi yani Şah İsmail'de ister edebi şəxsiyyətində və ister siyasi şəxsiyyətində və eyni zamanda Səfəvilərdə hələ araşdırılacaq konu çoxdur və bu kimliyin, bu metinlerin, tarihi qaynaqların biz harasından yapışsaq, hansı metni incelersek Səfəvilərin Türk olduğunu bağırır. Açık bir biçimde ortaya koyuyor ki bu
mədəniyyəti ortaya qoyan türklərdir və bunu inkara qalxışmaq əslində nətərdir? Həqiqəti görməməzlikdir və əlbəttə ki, Səfəvilərin və ya Osmanlıların və yaxud Babillərin mədəniyyətinə sahib çıxılması da başqaları gələr bu möhtəşəm mədəniyyət üzərindən biz türklərin əleyhinə də istədikləri siyasəti şəkilləndirib və bizi də kimlik açısından bir bunalıma və böhrana doğru sürükləyərlər. Çox sağ olun, mən burada danışığımı bitirirəm.